Herkese salam, mən Əlizadə Gülnisə. Kanalıma xoş gəlmisiniz. Deməli, mən birinci özümü tanıdım, tanımayanlar üçün. Mən 18 yaşındayım və Azərbaycan Dövlət Neft və Sənaye Universitetində 2-ci kurs tələbəsiyəm. Kompüter elmləri ixtisasında təhsil alıram. Deməli, uzun bir aradan sonra kanalıma artıq video çəkmək qərarına gəldim. Hansı ki, kanalımı artıq inkişaf etdirmək istəyirəm, daha çox insana çatmaq istəyirəm və özümü daha çox tanıtmaq istəyirəm və bunu çox gözəl bir mövzu ilə başlatmaq qərarına gəldim. Mən son vaxtlar internetdə gəzəndə nə qədər insana, nə qədər şagirdə rast gəldim ki, hansı ki deyirlər ki, Adensu Universiteti haqqında çox da məlumat yoxdur internetdə, digər universitetlərə nəzərən. Yəni, universitetimizə qəbul almış və önümüzdəki ay, sentyabrın 15-i Adensuda təhsil almağa başlayacaq şagirdlərimiz deyir ki, digər universitetlərlə müqayisədə Adensu Universitetinə aid məlumat tapmaq olmur. YouTube-a yazanda çıxmır. Ona görə mən də Adensuda oxuyan və artıq bir illik təcrübəsi olan biri olaraq qərara gəldim ki, sizi bu problemdən xilas edim. Ümid edirəm ki, video faydalı olar. Burada bir neçə dənə alt başlıq yazmışam, uşaqlar. Ona görə də bunlarla sırayla başlaya bilərik. Xoş gəlmisiniz. Deməli, uşaqlar, ilk mövzumuz bina. Gəlin ümumi universitetdən bəhs eləyək. Deməli, Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin əsas 2 korpusu var və deyim ki, bu 2 korpusda əsasən ixtisasa görə fərq yoxdur. Mən bilən, ixtisasınız nə olursa olsun, siz 2 korpusda da təhsil ala bilərsiniz. Bu tamamilə sizin dərs cədvəlinizlə bağlı bir mövzudur. Və 2 korpus bir-birinin tam yanında yerləşir. Siz hansı ki, bir binadan çıxıb digər binaya piyada gedə bilərsiniz. O da 1 dəqiqəlik bir məsafədir. Eyni zamanda binaların altında yeraltı bir keçid tunel var və o tunel vasitəsilə də siz bir binadan digərinə lazım olanda keçid eləyə bilərsiniz. Daha sonra binalar haqqında bilməyənlər üçün bunu da deyim ki, bizim 2-ci korpusumuz köhnə olduğu üçün təmirə getmişdi ən son 1-ci kurs bitəndə. Və bu təmir nə qədər çəkəcək, bu il dərs cədvəlinə təsir edəcəkmi? Bunu hələ ki dəqiq bilmirik. Ola bilər ki, bəzi dərslər onlayn keçirilər, belə bir söhbət var. Ona görə də siz əvvəldən bilin istədim. Ümid edirəm ki, yaxşı olar. Sonra SMEN və dərs cədvəlindən danışaq. Deməli, Adensuda 1-ci və 3-cü kursda təhsil alan tələbələr səhər SMEN-ində hansı ki 8:30 ilə günorta saat 1 arasında və 2-ci 4-cü kurs tələbələri isə günorta SMEN-ində hansı ki günorta saat 1:30 ilə axşam saat 6 arasında bu saatlar arasında təhsil alırlar. Yəni siz universitetə yeni başlamışsınızsa, siz sabah SMEN-ində təhsil alacaqsınız. Dərs cədvəlindən biraz danışmaq istəyirəm. Dərs cədvəli əlbəttə ki, sizin SMEN-inizə görə müəyyən olunur. Əgər səhər SMEN-inizsə, səhər həmin saatlar arasında dərsləriniz olacaq. Günorta SMEN-inizsə də həmin saatlar arasında. Amma universitetdə, məktəbdən fərqli olan belə bir şey var ki, siz həmin saatlar arasında dərs almaya da bilərsiniz. Yəni, nümunə olaraq, siz deyək ki, sabah SMEN-siz ya da səhər SMEN-siz, bilmirəm. O demək deyil ki, siz saat 8:30-dan günorta 1-ə qədər dərsdə olacaqsınız. Bu belə deyil. Hər SMEN üçün 3 dərs bölgüsü müəyyən olunub. Adensuda hər bir dərs 80 dəqiqədir və dərslərin arasında 15 dəqiqəlik tənəffüslər var. Hər bir dərs dediyimiz kimi 80 dəqiqədir və siz o 3 dərsin 3-ünü də keçmirsiniz. Bəzən elə olur ki, sadəcə 2 dərsə gəlirsiniz. Bəzən elə olur ki, sadəcə bir dərsə gəlirsiniz. Yəni, hər zaman saat 8:30-da dərsdə olacaqsınız deyə bir qayda yoxdur. Bu tamamilə sizin cədvəlinizlə asılıdır. Bir də onu deyim ki, Adensuda hələ ki, bəzi digər universitetlərdəki kimi 4 günlük sistem yoxdur. Amma çox az bir ehtimalla həftənin bir gününün boş olma ehtimalı da bəzən gözlənilir. Hansı ki, keçən semestr bizdə elə olmuşdu. Daha sonra dərs sistemindən bu qədər danışdıq. İndi ümumiyyətlə dərslər necədir, nə dərəcədə çətindir? Gəlin bunlardan danışaq. İlk öncə uşaqlar bunu deyim ki, mən keçən il universitetə yeni başlayanda çox danışıqlar eşitmişdim ki, hansı ki digər universitetlərlə müqayisədə Adensu daha çətin bir universitetdir, dərslər çox çətindir, oxumaq olmur, keçmək olmur və s. Mən bu danışıqların biraz da şey ilə əlaqəli olduğunu düşünürəm. Yəni günlük dərs oxumayıb, bütün hər şeyi axıra saxlayan uşaq əlbəttə ki, gedər aşağı qiymət alar. Biraz bununla əlaqəli olduğunu düşünürəm. Bir də əsas nəyə görə belə bir söylənti var, onu da deyim. Müəllimdən müəllimə dəyişir. Bəzi müəllimlər biraz daha kompleks ola bilir digərlərinə görə.
Eyni zamanda bizdə dərslər də iki yerə ayrılır. Bu rəsmi bir bölgü deyil, mən özüm təcrübəmi deyirəm sizə. Bir var çətin dərslər, biri də var nisbətən asan dərslər. Bunlar nə deməkdir? Nisbətən asan dərsləri siz semestr boyu oturub hər gün saatlarla oxumaq məcburiyyətində deyilsiniz. Məsələn, bu mənə görə şəxsi fikrimcə tarix, əməliyyat sistemləri, ADIAK, hansı ki Azərbaycan dilində işgüzar və akademik kommunikasiya, XDIAK, hansı ki ingilis dilidir, xarici dildə kommunikasiya. Belə fənlər mənə görə bu kateqoriyaya daxil olur. Amma əlbəttə ki, burada sizin şəxsi bazanız və yaddaşınız çox böyük göstərgədir. Siz universitetə daxil olanda yavaş-yavaş dərsləri keçdikcə bunu mütləq və mütləq ayırmağı bacarmalısınız. Yoxsa siz çətin dərsi semestr boyu oxumayıb, asan dərsdə də fərqli səhv strategiya ilə getsəz, axırda qiymətləriniz üçün yaxşı bir hal olmaz. Çətin dərslərdən də danışım. Mənə görə riyazi analiz kimi dərslər nisbətən çətin dərslər kateqoriyasına girir. Necə? Bu dərslərdə deməli siz bütün keçdiyiniz mövzuları keçdikcə az-az, yavaş-yavaş oxumalısınız. Beyninizdə bir fikir formalaşmalıdır. Sual tiplərini işləməlisiniz. Onsuz seminarda müəllim sizə testlər, ev tapşırıqları verir. Hansı ki, xətti cəbir, analitik həndəsə bu dərslər də dediyim kateqoriyaya girir. Belə dərsləri daha çox semestr boyunca oxusaz, sizə axırda çox yaxşı bir hal olacaq və əgər hədəfiniz əsasən əlaçı olmaqdırsa, A almaqdırsa və yaxud ortalamanızı qorumaqdırsa, ortalamanı yüksək tutmaqdırsa, bu dediyim strategiya ilə irəliləməlisiniz. Bir də uşaqlar, bu mövzudan danışmışkən fikir verdinizsə, az əvvəl belə bir ifadə işlətdim, seminar. Bunu az öncə desəydim daha yaxşı olardı, amma indi keçək üstündən seminar nədir və mühazirə nədir? Deməli, universitetlərdə dərslər ikiyə ayrılır. Biri seminar və yaxud məşğələ deyilir bizim universitetdə daha çox, digəri isə mühazirə. Bu əslində məktəbdən fərqli olaraq məncə çox gözəl bir sistemdir. Deməli, belə bir sistemdir ki, mühazirə o deməkdir ki, sən 80 dəqiqə boyunca oturursan, sadəcə müəllimi izləyirsən, müəllim danışır, dərsi başa salır, dərs haqqında danışır və sizdən heç bir sual soruşmur, siz də sadəcə dərsə qulaq asırsınız. Və digəri məşğələ və yaxud seminar da o deməkdir ki, bu dəfə həmin dərslə bağlı müəllim sizə ya misallar işlətdirir, ya evə verdiyi tapşırıqları yoxlayır, misallara baxırsınız, səhvlərinizi başa düşməyə çalışırsınız. Eyni zamanda humanist və daha çox humanist olan fənlərdə də müəllim sizdən dərs soruşa bilər, sual cavab edə bilər və s. Yəni, qısacası, məktəbdən fərqli olaraq dərs keçmək ilə dərs soruşmaq ikisi ayrı sistemə ayrılıblar. Eyni dərsdə deyillər. Yəni, sizin əgər mühazirəniz varsa, o dərsin ev tapşırıqlarını işləmək məcburiyyətində deyilsiniz, çünki müəllim soruşmayacaq. Bir də ortalama ilə bağlı bu şeyi demək istəyirəm. Zəhmət olmasa bu dediyimi çox ciddiyə alın. Çünki mən keçən il başlayanda belə məlumat verən bir kanal və yaxud videoya rast gəlməmişdim və bunu mənə heç kəs demədi. Əsas da bizim universitetimiz üçün keçərlidir bu məlumat. Digər universitetlərin sistemini bilmədiyim üçün deyirəm, amma əsasən belə baxdığımızda bütün universitetlərə aiddir. Əsasən, bu il ADENSU-da oxuyacaqsınızsa və gələcəkdə, məsələn, bəzi təqaüd proqramlarına qoşulmaq istəyirsinizsə və yaxud xaricdə təhsil almaq, magistri oraya getmək istəyirsinizsə, zəhmət olmasa ilk semestrdən bəri dərslərinizə diqqət yetirin. Niyə deyə soruşacaq ola bilərsiniz? Mövzu budur ki, uşaqlar, siz ilk semestrdə qiymətlərinizi endirsəniz, 60-larda, 70-lərdə bir ortalama alsanız, daha sonra onu 80-lərə, 85-lərə qaldırmaq çox çətin olacaq. Hələ ki, 90 plus ortalamanız, belə bir xəyalınız, məqsədiniz varsa, siz ümumiyyətlə 60-70 söhbəti olmamalıdır. Minimum 80 üstü qiymətlər almalısınız 90 plus ortalama üçün. Buna görə də bu məsləhətimə ciddi qulaq asın, zəhmət olmasa ilk semestrdə boşluğa düşməyin və yaxud məsuliyyətsizliyi, səhlənkarlıq etməyin, dərslərinizi yavaş-yavaş oxuyun, daha nisbətən çətin dərsləri əvvəl də dediyim kimi semestr boyu oxuyun və bunu da bilməlisiniz ki, semestr boyu oxuyun deyəndə qorxulacaq heç bir şey yoxdur. Çünki mən də müşahidə etdim ki, abituriyent vaxtı dərs oxumaqla universitet vaxtı dərs oxumaq arasında dağlar qədər fərq var. Abituriyent vaxtı, mən də abituriyent olmuşam, bilirəm, saatlarla oxuyurduq və tək bir fən belə saatlar ala bilirdi. Pidus da ki, biz bir neçə fənli hazırlaşırdıq bir günün məşğələsi üçün. Amma universitetdə belə deyil. Siz hansı fənni oxuyacağınızı seçib, günlük maksimum 2-3 saat belə ayırsanız bəs edir. Hətta bəziləri 1-2 saat belə ayıra bilər və bəs edə bilər. Hətta bəzi günlər ümumiyyətlə dərs oxumaya da bilərsiniz. Yəni, universitet sistemi belədir və burada qorxulacaq heç bir şey yoxdur. Tək qorxulacaq bir vəziyyət var, o da semestr boyu yatıb, axırda imtahana 1 ay, bir neçə həftə, 2 həftə, nə bilim, az vaxt qalmış, az
az müddət qalmış nə edəcəyini bilməmək və bütün o semestr keçirilmiş dərslərin içində batmaqdır və bunu etmirsiniz. Dostlar, istəyirəm biraz da müəllimlərdən danışım. Çünki deyirlər ki, müəllimlər gəlizdir falan. Dostlar, müəllimlər deməli fərqlənir. Bəli, nisbətən gəliz müəllimlər də var, nisbətən çətin müəllimlər də var. Burada əsasən onu mən tövsiyə edərdim ki, dərslərinizi çox yaxşı oxuyun. Real mənada dərslərinizi yaxşı oxuyun. Çünki mən fikir vermişəm ki, ən gəliz müəllim belə dərsini yaxşı oxuyan məsuliyyətli uşağa daha yaxşı gözlə baxır deyək, daha səmimi olur deyək, hətta ona hörmət eləmə ehtimalı digərlərinə nəzərən biraz daha artıq olur deyək. Plus da ki, belə bir vəziyyət var ki, əlbəttə ki, siz dərslərinizi yaxşı oxusanız, səhlənkarlıq etməsəniz, artıq sizi hədələyəcək əllərində heç bir səbəb olmayacaq. Çünki siz yaxşı oxuyursunuz, siz üzərinizdəki bütün məsuliyyəti yerinə yetirirsiniz. Ona görə ən əsas cəhət budur. Digəri də ki, müəllimlə zəhmət olmasa üz-üzə gəlməyin, müəllimlə dirəşməyin. Bu o demək deyil ki, haqqınızın tapdalanmasına icazə verin. Bu qətiyyən o demək deyil. Amma deməyim ondan ibarətdir ki, müəllimə qarşı hörmətsizlik etməyin, müəllimə qarşı hər hansı istənilməyəcək bir söz işlətməyin. Əgər bir probleminiz varsa, müəllimə sakit dildə deyə bilərsiniz və müəllimlə də həmin problemi həll edə bilmirsinizsə, siz artıq digər yerlərə şikayət edə bilərsiniz. Hansı ki, tutora, dekanlığa və s. Müəllimlərin biraz dilini tapmaq lazımdır, bir də yaxşı oxumaq və məsuliyyətli olmaq lazımdır. Dediyim kimi, siz məsuliyyətli olduqdan sonra heç kim sizə heç bir şey edə bilməyəcək onsuz da. Bir də müəllimlərlə olan biraz daha şəxsi münasibətdən danışmaq istəyirəm. Mən bunu ilk videomda da demişdim. Təəssüf ki, universitetdə müəllimlər həm tez-tez dəyişdiyi üçün bu da önəmli bir faktordur da. Çünki bir müəllimi bir semestr görürsünüz, maksimum 2-3 semestr görürsünüz və daha sonra o müəllimlə vidalaşırsınız. Buna görə də müəllimlə universitetdə abituriyent vaxtındakı kimi dərin bağ qurmaq və yaxud daha yaxın olmaq söhbəti yoxdur. Müəllimlə biraz soyuq, çox professional bir münasibətiniz olur. Onu da hörmət çərçivələri içində qoruyub saxlamağınız sizin üçün ən yaxşı variantdır. Yəni bu qədər. Eyni zamanda müəllimlərə yaranmağa çalışmayın, zəhmət olmasa. İndi gəldik ən maraqlı digər bir hissəyə. İmtahan sistemi və bölgü yazmışam, başa düşdüm nədir. Dostlar, imtahan sistemi haqqında danışaq. Deməli, bölgü dediyim şey ondan ibarətdir ki, bizim universitetimizdə dediyimiz kimi hər semestr sizin ümumi total xalınız, daha doğrusu imtahan qiymətiniz 100-dür, 100 üzərindən hesablanır çox universitetdəki kimi. Amma fərq budur. O 100 balın 50 balı sizin final imtahanınızdan gəlir, hansı ki semestr imtahanı deyirik və semestr imtahanı hər semestrin sonunda olur. Deməli, qış semestrində yanvar ayında keçirilir imtahanlar, yay semestrində isə iyun ayı boyunca keçirilir və imtahan cədvəlini də sizə imtahana az vaxt qalmış verirlər, daha doğrusu 2-3 həftə qalmış səhv etmirəmsə. Və bölgüdən danışım. Dediyimiz kimi, bunun 50 balını final imtahanı verir. Ona görə də final imtahanı ən önəmli imtahandır. Onu çox ciddiyə almaq lazımdır. Final imtahanı bizdə bir neçə cür keçirilir. Hansı ki, yazılı, şifahi və yazılı şifahi. Deməli, kompüter, yəni IT sahələrində oxuyan, IT ixtisaslarında təhsil alan tələbələr üçün səhv etmirəmsə yazılı şifahi olur. Çünki bizə hamısı və yaxud 6 fəndən 5-i elə olmuşdu. Yazılı şifahi o deməkdir ki, uşaqlar, siz 3 saat imtahana girirsiniz və 3 saatın ilk yarısında, yəni 1 saat yarım boyunca siz verilən kağızda sualları köçürüb istədiyiniz sualdan başlayırsınız sualların cavabını yazmağa. Daha sonra da qalan 1 saat yarımda müəllim sırayla sizin adlarınızı çağırır. İmtahan bitib artıq yaza bilməzsiniz heç nə. Müəllim sizin adlarınızı çağırır, qalan uşaqlar gözləyir. Siz gedirsiniz, kağızınızı müəllimə verirsiniz və yanında oturursunuz. Müəllim isə yoxlayır suallarınızı. Əgər siz bal artırmaq istəyirsinizsə və müəllim də buna razıdırsa, müəllim sizə əlavə şifahi halda suallar verir, siz cavablarını verirsiniz. Sonra müəllimin istəyinə görə də həmin cavabları orada kağızınıza da qeyd edirsiniz. Bal artırılırsa artırılır və belə də imtahan yekunlaşır. Yəni əsas ilk yarıdır. Daha sonra da siz sıranızı gözləyərək müəllimin yanına gedib yoxlatdırıb və bəlkə də sual-cavab olunacaqsınız. Yazılı imtahan nədir bəs? Yazılı imtahan səhv etmirəmsə 4 saat olur ümumiyyətlə. Və yazılı imtahan yazılı şifahidən fərqli olaraq orada şifahi hissə olmur. Və hətta orada bir neçə sinif bir araya gəlib yazılı imtahan verirlər. Orada sadəcə müəllimlər sizə nəzarət edir və
müəllimlər əlavə heç bir şey etmirlər. Siz sadəcə yazılı imtahanda cavablarınızı kağıza yazırsınız və daha sonra onları imtahan bitəndə təhvil verib gedirsiniz. Əgər tez bitiribsinizsə, imtahanın vaxtından əvvəl də təhvil verib gedə bilərsiniz və bunu da deyim ki, yazılı şifahi imtahan ilə tamamilə yazılı imtahan arasında çox önəmli bir fərq var ki, yazılı şifahi imtahanda, hansı ki siz sonradan gedib müəllimə o dəqiqə yoxlatdırırsınız, orada siz kağıza öz adınızı, soy adınızı, qrup nömrənizi və s. yazırsınız. Amma yazılı imtahanda belə bir şey yoxdur. Yazılı imtahanda siz ad yaza bilməzsiniz, mütləq anonim olmalıdır, qrup nömrəsi də yaza bilməzsiniz. Bunları yazsanız, sadəcə başlığa yox, kağızın içində hər hansı bir yerə də yazsanız, siz o imtahandan kəsilirsiniz, çünki bu qanun pozuntusu sayılır və eyni zamanda yazılı imtahanda kağıza təhvil verib gedirsiniz, müəllim yoxlamır. Cavablarınız isə sonraki 3-4-5 gün ərzində çıxır, hansı ki, nə vaxt müəllim yoxlasa. Bir də tamamilə şifahi imtahan var. Onun tam olaraq necə olduğu haqqında fikrim yoxdur, çünki mən heç şifahi imtahan verməmişəm. Amma orada da çox böyük ehtimalla adından bəlli olduğu kimi siz yazılı yox, imtahanı şifahi, sual-cavablarla verib keçirsiniz. Əsas 3 imtahan hissəsi bunlardır. Sonra final imtahanı haqqında çox danışdıq. İndi gələk digər 50-lik yarıya. Dedi ki, 50 balı final imtahanı verir. Bəs digər 50 bal nədir? Digər 50 bal isə 3 əsas yerə ayrılır. Birinci yer midterm imtahanıdır. Hansı ki, aralıq imtahanı deyilir və siz hər semestrdə, deməli 6-cı, 7-ci həftədə həmin hissəyə qədər keçdiyiniz mövzular əsasında midterm imtahanı verirsiniz. Midterm imtahanında 2 və yaxud 3 sual olur. Bunları müəllim adətən seçir. Hər sual isə 20-ni məsələn 2-yə bölsəniz 1 sual 10 bal olur. Əgər 3 sualdırsa da 1 sual 6-7 bal arası götürülür. Bu arada final imtahanında da hər sual 10 bal olur və ümumilikdə 5 sual olur. Midterm imtahanı isə ümumilikdə 20 bal üzərindən hesablanır. Dedik ki, final imtahanı 50 baldır, midterm imtahanı 20 baldır. Digər qalan 30-luq balı isə 2 hissəmiz verir. Biri adlanır, deməli sərbəst iş. Sərbəst iş o deməkdir ki, bu dərsdən dərsə dəyişir. Məsələn, siz daha çox humanitar və yaxud humanitar olmasın, daha çox əzbərlənməli, oxunmalı fənlərdə, hansı ki, adyak, ingilis dili, əməliyyat sistemləri, proqramlaşdırma kimi fənlərdə siz deməli bir presentation hazırlayıb verməlisiniz müəllimə. Həmin presentationın, yəni təqdimatın mövzusudur və yaxud meyarlarıdır, onları müəllim təşkil edir. Sonra da siz də həmin meyarlara uyğun olaraq o təqdimatı hazırlayıb gedib dərsdə müəllimə danışırsınız, seminar dərsində əlbəttə ki. Riyazi fənlərdə isə, məsələn, riyazi analiz olsun, xətti cəbr olsun, belə fənlərdə presentation etmirsiniz, çünki orada presentation edəcək bir şey yoxdur. Belə fənlərdə də müəllim adətən sizə 5 suallıq midterm tərzində imtahan kimi kiçik bir şey hazırlayır və siz bu kiçik imtahana girib orada 20 üzərindən bir bal alırsınız. Bu dərsə görə dəyişir. Məsələn, riyazi analiz dərsində müəllim bizə konkret sualları verib tələb etmişdi ki, heç nə, evə gedin, sualların cavabını yazın, gətirin. Bir də digər bəzi fənlərdə də, məsələn, analitik həndəsə olsun, xətti cəbr olsun, belə fənlərdə də müəllim konkret imtahan kimi eləmişdi, eyni midterm tərzində eləmişdi. Yəni bu dəyişə bilər, siz özünüz keçib biləcəksiniz. Daha sonra qalan son 10 ballıq hissə isə sizin aktivlik balınızdır. Bu da adından bəllidir. Əgər siz semestr boyu aktivlik göstərsəniz, eyni zamanda qayıblarınız çox olmasa ki, bunu da deyim ki, bizim universitetdə qayıb birbaşa meyar deyil aktivlik balı kəsmək üçün. Amma müəllimə görə dəyişir. Siz təbii ki, dərsləri çox qaçırırsınızsa, müəllim sizə aktiv deyə bilməz, belə bir məntiq də var. Amma birbaşa meyarda deyil. Yəni siz dərslərin bir hissəsini qaçırıb, yenə də imtahanda, midtermdə və s. yaxşı nəticə göstərirsinizsə, müəllim sizə yüksək aktivlik də yaza bilər 10 üzərindən. Aktivlik də bundan ibarətdir. Deməli, dedik ki, 50 bal final imtahanı, 20 bal midterm imtahanı, 20 bal sərbəst iş, 10 bal isə aktivlik. Bu arada bunu da deyim ki, sərbəst iş və aktivlik ikisi təxminən eyni vaxt olur. Midtermdən təxminən 2-3 həftə sonra, hətta 3-4 həftə sonra bəlkə də İkisi bir yerdə verilir. Tam o ərəfələrdə, imtahana az qalmış ərəfələrdə verilir. Və siz daha sonra deməli jurnalı bağlayırsınız, tətilə gedirsiniz ki, əslində tətil deyil onun adı. Final imtahanlarına hazırlaşırsınız, sadəcə evdə qalırsınız və bunu da qeyd edim ki, siz həmin final imtahanı olan həmin bir aylıq ərəfə boyunca evdə qalırsınız, dərsə gəlmirsiniz. İndi təqaüddən və qiymətlərlə əlaqəli digər bir şeydən danışmaq istəyirəm uşaqlar. Deməli, bu Azərbaycandakı bir çox universitetə şamil olunan bir qaydadır. Eyni zamanda Adensuya da aiddir.
Bizdə 3 təqaüd var. Biri var adi təqaüd, sonra zərbəçi təqaüdü, digəri isə əlaçı təqaüdü. Adi təqaüd ondan ibarətdir ki, siz universitetə başladığınız andan etibarən adi təqaüd almağa başlayırsınız, amma bir şərtlə. Siz əgər ixtisasınızı dövlət sifarişi əsasında oxuyursunuzsa, yəni ki, pul ödəmirsinizsə, onda siz təqaüd alacaqsınız. Əgər ödənişli əsaslarla oxuyursunuzsa, onda təqaüd almırsınız. Deməli, adi stipendiyanı alırsınız başda, hansı ki 110 manatdır, 107-108 belə verilir. Sonra isə gəlir, ondan sonra zərbəçi və əlaçı stipendiyası. Siz zərbəçi və əlaçı stipendiyası almaq üçün ilk bir semestri oxumalısınız və daha sonra da imtahanlardan keçməlisiniz ki, qiymətiniz bəlli olsun. Ondan sonraki bütün semestrlarda da sistem belə davam edir. Zərbəçi stipendiyasından danışaq. Əgər sizin həmin semestr üzrə bütün qiymətləriniz 70-dən yuxarı, yəni ki, ABC olubsa, C və digərləri, ən az bir qiymətiniz isə A olubsa, hansı ki 90-dan yuxarı, onda siz zərbəçi stipendiyası alırsınız, hansı ki 160 manatdır. Sonra əlaçı stipendiyası var. Bu da o deməkdir ki, həmin semestr boyunca siz əgər bütün qiymətlərinizi 91 və üstü alıbsınızsa, yəni hamısı A-dırsa, onda sizə əlaçı stipendiyası verilir. Bu da 200 manat deməkdir. Və deyim ki, 90 balın özü A sayılmır, 91 və yuxarısı. Eyni zamanda 70-in özü C sayılmır, 71 və yuxarısı. Eyni zamanda 80-ə, 60-a hamısına belə aiddir. Adi stipendiyanı davam etdirmək üçün isə belə bir şərt var ki, siz imtahanlardan keçməlisiniz. İmtahanlardan heç bir imtahandan 51-dən aşağı bir bal almamalısınız. Hansı ki siz 51-dən aşağı bir bal alsanız onsuz da kəsilirsiniz. Amma bütün qiymətləriniz 51 və üstü olsa, onda siz adi stipendiya almağa davam edəcəksiniz. Sonra qayıbdan və biraz kəsilmə mövzusundan danışaq. Dostlar, qayıblar hər dərsin kreditinə görə müəyyən olunur, saatlarına görə müəyyən olunur. Bu sizə onsuz da universitetə başlayanda bildirilir. Yəni siz bilirsiniz başlayanda. Məsələn, bəzi dərslərdə qayıb limiti 5-dir, bəzilərində 6-dır. Hətta elə dərs olur ki, o dərsin saatı çox olur. Siz deməli o dərsin saatı çox olur. Ona görə də siz hardasa 9 qayıb limitinə sahib olursunuz. Qayıb limiti də o deməkdir ki, sənin məsələn, qayıb limitin 8-dirsə, 8 dəfə dərsə gəlməmə haqqın var. Amma siz 8 limiti doldursanız, artıq sizə limitdəsiniz deyilir. Məsələn, bunu universitetdə çox eşidəcəksiniz. Uşaqlar deyirlər ki, mən limitdəyim, ona görə dərsə gəlməyə məcburam və s. Əgər 8 limiti doldurubsunuzsa, bir dəfə də əlavə dərsə gəlməsəniz, yəni ümumiyyətlə 9 qayıbınız olsa, siz qayıbdan kəsilirsiniz və imtahana buraxılmırsınız. Ondan sonra 25% imtahanına girmək məcburiyyətindəsiniz. O da ki, qayıbdan ötürü olan bir imtahandır. Siz əsl birinci keçirilən final imtahanına girmirsiniz, ondan sonra 25%-ə girirsiniz. Burada həmin səhv etmirəmsə, həmin fənnin kreditinə uyğun olaraq onun 25%-nin pulu ödənilərək girilir. Yəni zəhmət olmasa kəsilməyin qayıbdan. Ondan sonra qayıbdan yox, adi kəsilmə də elə olur ki, siz əgər hər hansı bir fəndən 51-dən aşağı bal alsanız, kəsilirsiniz. Ümumi olaraq 100 üzərindən 51-dən aşağı olmamalıdır qiymətiniz. Bir də bizdə 17 qaydası da var. Bu 17-34 qaydası, Sovetdən qalan məntiqsiz qayda. Bu da o deməkdir ki, final imtahanının özündən 50 baldan minimum 17 bal almalısınız. Minimum 17 və yuxarısını almalısınız. Əgər 17 baldan aşağı bal alsanız, siz kəsilirsiniz. Buna görə də bu mövzunu çox eşidəcəksiniz. Həmişə İmtahana qədərki qiymət olaraq o midterm, sərbəstləş və aktivlik üçü bir yerdə 50 bal üzərindən imtahana qədərki qiymət sayılır və sizə həmişə deyirlər ki, imtahana qədərki qiymətiniz ən azından 34 olsun ki, digəri də finaldan da 17 alsanız, ikisi bir yerdə toplanır 51 edir, imtahandan keçəsiniz də kəsilməyəsiniz ki, təbii ki, bu çox düşük bir baldır. Siz imtahandan, finaldan hədəfinizi 17-yə keçmək qoymayın heç vaxt. 40-ı keçmək qoyun, hətta 45-i keçmək qoyun, zəhmət olmasa. Yəni qayıb məsələsində də söhbət ondan ibarətdir ki, ümumi 100 baldan 51-i keçməlisiniz, 51 daxil və yuxarısı 50 olmamalıdır. Final imtahanının özündən 17 daxil yuxarı olmalıdır. Bu iki şərt ödənmədikdə kəsilirsiniz. Yenə də 25% imtahanına girirsiniz, hansı ki əvvəl dedim onun haqqında. Bir də qayıbdan kəsilirsiniz. Buna görə də bu üç mövzuda çox diqqətli olmağınız məsləhətdir. Bir də bunu deyim ki, heç vaxt kəsilməyin zəhmət olmasa, çünki siz kəsilib 25% imtahanına girib həmin fənni keçsəniz belə, əgər bir dəfə hansısa fəndən kəsilsəniz, növbəti semestrdə siz stipendiyadan da kəsilirsiniz
adi stipendiya belə almırsınız. Yəni stipendiya dediyim təqaüd almırsınız. Ona görə də bu məsələdə diqqətli olun. Uşaqlar, digər əsas hissəyə gəldik. Sosiallıq fürsətlər klublar. Deməli, sosiallıq baxımından Azərbaycandakı ən prestijli universitetlər qədər bəlkə də sosial deyil bizim universitet, amma bu o demək deyil ki, universitetimiz çox pasiv bir universitetdir. Bu biraz da sizə bağlıdır. Əgər özünüz biraz aktiv olsanız, sosial olsanız, çox gözəl dostluqlar tapa bilərsiniz və eyni zamanda deyim ki, sinif yoldaşlarınızla ilk gündən bəri çox yaxınçılıq etməyin, çox soyuq da olmayın. Yəni tam normal, neytral olmağa çalışın, çünki siz o insanları hələ də tanımırsınız. Sonradan yavaş-yavaş insanlar bir-birlərini tanımağa başlayır. Və universitetdə sizi əsas gözləyən ən böyük fürsətlər isə əslində universitetin sizə sosial olaraq şəbəkə baxımından qatdığı bəzi faktorlardır. Onlardan ən önəmlisi də klublara və klub tərzindəki bəzi fəaliyyətlərə qatılmaq, onlarda iştirak etməkdir. Hansı ki, Adensuda bir neçə klub var. Məsələn, biri videosunu da çəkmişdik hətta. Mənim özümün də daxilində, hətta idarə heyətində olduğum Tərəqqi klubudur. Çox sosial bir klubdur, çox gözəldir. Həm sizin bəzi məsələlərdəki inkişafınızı təmin edir, dəstək olur. Həm də klub üzvləri çox qəşəngdir, çox rahatdırlar. Gözəl sosiallaşıb, maraqlı və gözəl xatirələr toplaya bilirsiniz. Daha sonra fürsətlər olaraq da, məsələn, bəzi proqramlar, tələbə proqramları, hətta bəzi deməyim, bir çox tələbə proqramları, layihələr və fürsətlər Adensuda adətən reklam olunur, tanıdılır və ona görə də belə fürsətlər sizin üçün, CV-niz üçün, gələcəyiniz üçün çox önəmlidir. Yəni Adensu bu cəhətdən yaxşıdır. Siz özünüzə uyğun fürsətlər, tələbə proqramları, sonra exchange programs və s. tapıb onlara qoşula bilərsiniz. Və deyim ki, belə önəmli bir hissədən bəhs edim. Universitetin ümumi sizə qatdığı şey təhsil deyil də, sizin orada tapdığınız əlaqələr, qurduğunuz network və həmin universitetdə olan fürsətlərdən nə dərəcədə istifadə etməyiniz, ümumiyyətlə nə qədər sosiallaşmağınız olacaq. Çünki dramatik dərəcədə mükəmməl təhsil verir deyə bilmərəm. Ümumiyyətlə Azərbaycandakı təhsil sistemi ilə bağlı bir problemdir bu. Öyrənmək yerinə daha çox əzbərləmək və imtahandan keçmək var, təəssüf ki. Amma dediyim kimi əsas qazanacağınız cəhətlər ilk saydıqlarımdır. Dostlar, bir də onu deyim ki, universitetin həyatı ilə bağlı bu sosiallıq cəhətdən önəmlidir. Bizim universitetimizdə kampüs yoxdur və həyat dediyimiz şey də beton döşəməli bir yerdir və o da universitetin içindədir. Bizim universitet biraz qəribə tikilib, labirint kimidir, yəqin ki, eşidərsiniz. Nəysə, həmin binanın arasında özünün həyəti var və siz orada sosiallaşa bilərsiniz. 2 dənə də bizim deməli bufetimiz var. Bufetlərə gedib dostlarınızla otura bilərsiniz. Yeməklər də yaxşıdır məncə digər universitetlər ilə müqayisədə. Bir dənə təəssüf ki, kampüsümüz yoxdur. Bu mənə çox pis təsir etmişdi. Amma ki, qalan hər şey yaxşıdır. Bir də dostlar, qeyd etmədiyim bir detalı demək istəyirəm indi. Siz və bir neçə qrup bir araya gəlib, ümumiyyətlə adətən 2 və yaxud ən çoxu 3 qrup bir araya gəlirlər. Mühazirə dərsini eyni otaqda keçirlər, yəni bir 60, 80, 90 nəfər olur bir otaqda. Bu da sadəcə mühazirə dərslərinə aiddir və siz o qruplarla bir patok sayılırsınız. Sizə ümumi adınız patok olur. Dostlar, indi hər kəsin ən çox soruşduğu hissə ilk həftə necə olur? Mən deməli özümün ilk gününü danışım. Bizdə bizim starostamız olan qız ilk hamımıza yazdı, daha sonra hamımıza ortaq qruba qatdı, hansı ki bizim qrubun WhatsApp qrubu. Daha sonra orada bizə məlumatlar verildi, cədvəlimiz atıldı və biz həmin cədvələ görə həmin saatda birinci gün universitetdə olduq və daha sonra belə bir şey oldu. Bizim öz qrubun tutoru, hansı ki tutor rəhbər müəllim kimi düşünə bilərsiniz, sinif rəhbəri. Tutorumuz bizi gəldi, gördü, tanış olduq, sonra da bizi birinci korpusa apardı. İkinci korpusun qabağındaydıq biz. Ondan sonra biz dərsimizə girdik. İlk gün sadəcə bir dərsimiz var idi. O da Azərbaycan dilində işgüzar və akademik kommunikasiya. Orada çox gülməli bir vəziyyət yaranmışdı, atmosfer yaranmışdı. Çünki düşünün, heç kim heç kimi tanımır. Hər kəs biraz elə bir çəkingəndir. Bəzilərimiz daha utanqacdı. Heç kim heç kimdən danışmır, sosiallaşmır. Heç kim bir şey bilmir universitet və sistem haqqında. Sadəcə hər kəs oturdu, özdəki belə dümdüz durmuşdu, heykəl kimi. Sonra müəllimimiz girdi və dərs haqqında ümumi məlumat verməyə başladı. Biraz da universitetə ilk başlamaq və s. haqqında danışdı.
Heç nə, daha sonra da öz dərsinə yavaş-yavaş girdi. Bəzi öz dərsi haqqında ümumi suallar verdi. Öz dərsdə dediyim kimi, keçdiyiniz Azərbaycan dili fənninin biraz irəli formasıdır, heç də çətin deyil. Bəzi əvvəldən bildiyimiz suallara biz cavab verdik, mənim özüm də daxil olmaqla. Yəni ilk gün dərs baxımından əgər müəllim sual soruşanda bildiyiniz bir şeylər varsa, çəkinib susmayın. Siz cavab verməyə çalışın. Bu önəmli bir şeydir. Sizin oradakı o türklər demişkən ilk izləniminiz baxımından. Sonra ilk gün az əvvəl də dediyim kimi etməməyiniz gerəkən şeylər, dediyim kimi insanlarla çox yaxın münasibət qurmağa çalışmayın. Hər kəslə normal, neytral, səmimi və hörmət çərçivələri içində olun. Daha sonra onsuz da yavaş-yavaş hər kəsi tanıyacaqsınız. Öz zehninizə, düşüncələrinizə uyğun olan insanlarla da normal olaraq yaxınlaşacaqsınız. Yəni bu barədə çox da narahat olmaq lazım deyil. Bir də ilk günün geyimindən danışım. İlk gün məncə çox belə küçə tərzində də geyinmək lazım deyil. Amma çox abartı geyinmək də lazım deyil. Yəni hər kəsin geyindiyi kimi normal cins şalvarlar, üzərinə basic bir kofta, eyni zamanda bir kostyum və s. geyinə bilərsiniz. Eyni zamanda bu havaya da baxır. Əgər hava sentyabrın 15-i çox isti olmasa, siz qolsuz da geyinə bilərsiniz. Biraz hava sərin olsa, siz üzərinizə normal bir jaket götürə bilərsiniz. Və geyim tərəfində bizim universitetdə bəzi qanunlar var. Onları da bilmirsinizsə deyim sizə uşaqlar. Bizim universitetdə ümumiyyətlə şortik geyinmək qadağandır. Bəlkə çox uzun şortikə icazə verərlər. Uzun dediyim dizdən aşağı. Ən qısası, yəni diz nahiyəsində olan və ondan da uzun, bu adı şort olan çıxan şeylər. Daha çox Koreyalılar geyinir. Elə şortiklərə icazə verərlər böyük ehtimal, çünki onlar qısa deyil, amma dizdən yuxarı qısa şortik qadağandır, buna diqqət edin. Ətək geyinmək çox vaxt normaldır, amma o da təbii ki həddindən artıq qısa olmamalıdır, buna da diqqət edin. Sonra qısa kroplar geyinmək qadağandır və əsasən qayda qanunlar geyim üzrə belədir. Bunlara diqqət etsəniz bir problem çıxmayacaq və son olaraq çox danışdıq. Video artıq burada 43 dəqiqə yazıb, mən bunu necə editləyəcəm bilmirəm. Nəysə, pluslar və minuslardan danışaq, hansı ki universitetin avantajları mənim fikrimcə və dezavantajları. Pluslara gəlsək, dostlar, məncə universitetin ən yaxşı avantajı sizə verdiyi fürsətlər, klublar, sosiallaşma şəraiti, atmosfer və s. və bunlardan çox istifadə edin, zəhmət olmasa. Əsas da ki, universitetlərdə məsələn Isaac təşkilatı var, hansı ki Erasmusla bənzər bir təşkilatdır. Siz orada hər hansı bir layihə seçib, hansısa bir xarici ölkəyə gedib, orada könüllü olursunuz. Sonra sadəcə Isaac deyil, başqa könüllülük layihələri də var. Yəni bunlar çoxdur. Universitetlərdə bunlara maksimum dərəcədə qatılmağa çalışın. Sonra sosial olaraq aktiv olun, zəhmət olmasa. Bu o demək deyil ki, siz hər kəslə yaxın dost olmalısınız. Bu o deməkdir ki, sizin çox tanışınız olmalıdır hər sahədə. Yəni belə deyək, hər sahədə adamınız olmalıdır. Bu önəmli bir şeydir. Əsasda gələcək professional həyatınız üçün. Sonra fürsətlərdən də dediyim kimi hər şeyə qatılın və əsasən universitetin öz daxilində olan klublardan da istifadə edin. Hansı ki mən Tərəqqi klubunda idarə heyətindəyəm. Bir də əlavə mənim rəsm çəkmə qabiliyyətim var. Hətta burada sizə bir cızma qaramı göstərim. Baxın uşaqlar. Şəkil çəkmə qabiliyyətim var. Ona görə də bizdə Art Vibe deyə bir rəsm klubu var. Mən orada üzv olmuşdum və hətta Instagrama baxsanız görə bilərsiniz. Mən orada deməli bizdə yeni il üçün tədbir keçirilmişdi və orada mən daxil ümumiyyətlə 4 uşaq taxtanın üzərinə kətanı qoyub şəkil çəkmişdik orada canlı olaraq. Taxta deyirəm çünki onun adı yadımdan çıxdı. Molbert olmalıdır, səhv etmirəmsə. Nəysə. Əsas pluslar dediyim kimi bunlardır. Bir də onu da saya bilərik ki, bizim universitet şəhərin düz mərkəzində 28-də yerləşir. Yəni çıxandan sonra dostlarınızla şəhəri gəzmək, əylənmək, bəzi məşhur restoranlara getmək, kafelərə getmək, parklara getmək bu cəhətdən çox yaxşıdır. Yəni universitetimiz sosial tələbə həyatı üçün çox yaxşı avantajlar sahibdir məncə. Sonra minuslardan danışım. Minuslar olaraq uşaqlar. Minuslar olaraq çox güclü bir təhsil gözləməyin. Güclü təhsil deyəndə nəyi deyirəm, onu da deyim, səhv anlaşılmasın. Yəni daha çox əzbərçiliyə əsaslanan bir təhsil var. Yəni çox güclü araşdırmalar, layihələr, sonra projekt düzəltmələr və s. belə bir şey gözləməyin ki, bu ümumiyyətlə Azərbaycanın problemidir. Ümid edirəm ki,
önümüzdəki illərdə buna nəzər yetirilər. Bir də ki, minuslar olaraq əsas minus əvvəlki dediyim şeydir. Onun dışında çox böyük, sizi çox narahat eləyəcək dərəcədə minus görmürəm. Əgər dediyim hər şeyə ciddi nəzarət etsəniz, ciddi diqqət yetirsəniz, siz Odense Universitetində çox gözəl bir həyat yaşayacaqsınız deyə bilərəm. Yenə də deyirəm, əsas diqqət etməli olduğunuz məqamlar, dərslərinizə zəhmət olmasa fikir verin. Bir dəfə ortalamanızı 70-lərə, hətta 60-lara indirsəniz, sonra qaldırmaq çətin olacaq. Dərslərinizə fikir verin və mütləq ortalamanız minimum 80 olsun, 80-dən yuxarı. Və dediyim kimi, əsas aktiv olmağa, sosial olmağa, layihələrə və sizin üçün yaradılmış fürsətlərdən istifadə etməyə çalışın. Bunlar da bu qədər. Uşaqlar, artıq 50 dəqiqə olub video. Mənim də boğazım ağrıdı danışmaqdan. Ümid edirəm ki, Odense-ya qəbul olmuş və universitet haqqında maraqlanan həmyerlilərimiz üçün, yaşıdlarımız üçün bu video çox yaxşı olub. Yetərincə çox məlumat vermişəm. Ümid edirəm ki, əgər mənim demədiyim bəzi hissələr varsa, siz zəhmət olmasa kommentlərdə qeyd edin və mən də onu komment olaraq sizə cavab vereyim. Ümid edirəm ki, bu video sizə faydalı olub və ümid edirəm ki, siz Odense Universitetində çox gözəl bir həyat yaşayarsınız, gözəl bir təhsil həyatı yaşayarsınız və bu 4 il sizin üçün gözəl, maraqlı, aktiv keçər. Təşəkkür edirəm videomu axıra qədər izlədiyiniz üçün və bundan sonra ara-ara videolar çəkməyə davam edəcəm. Kanalımı inkişaf etdirmək üçün zəhmət olmasa mənim Instagram səhifəmi izləyin. Orada daha aktivəm, əsasən story paylaşmaq və s. Və ümid edirəm ki, son olaraq hər şeyi ümid etdim. Bir şey qalmadı. Videomu izlədiyiniz üçün təşəkkürlər. Əgər başqa video fikirləriniz və yaxud bu video ilə əlaqəli rəyləriniz varsa və yaxud konstruktiv şərhləriniz varsa, onları qeyd edə bilərsiniz. Hər cür rəyə açığam. Təbii ki, hörmət çərçivələri daxilində. Görüşərik. Sağ olun.